Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdahu ve salatu ve selamu ala men la nebiyye ba'dah amma ba'd. Davam edirik. Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini və bugün də 20-ci dərsdir. Qaldıq. Müəllif fəsil açır. Deyir, sualuhumul ayət. Yəni onların, yəni müşriklərin, Qureyşlilərin Allah Resulü sallallahu aleyhi ve sellem'den tələb etdiyi ayətlər, möcüzələr yəni. Vallahu subhanahu qad yazharul ayət el-kəsirə ma'a tabihi aləl qalbil kafir. Və baxsaq yəni Quranda çoxdur ayələr. Allah Taala bir çox ayələri göstərir insanlara, çoxlu sayda bildirir aşkarına. Və onunla yanaşı qəlblərinə də mühür vurur. Yəni kafirin. Necə ki Firavunun, Allah Taala onun barəsində buyurur: "Və aqsamu billahi cəhdə eymanihim la in ja'atuhum ayatun la yu'minunna biha." Onlar deyir, Allaha and içdilər. Yəni andlar verdilər ki, ən belə təzim olunan andlar verdilər. La in ja'atuhum ayatun la yu'minunna biha. Onlara bir ayə gəldikdə iman edəcəklər. Yəni söz verdilər, and içdilər ki, ayə göstər, inanırıq, iman gətiririk. Bu ayələr Allah Taala nazil edir. Ənam surəsi 109, 111-ci ayələr. Yəni ardıcıl deyir ki, "Velakinne eksarahum yechalun." Lakin onların əksəriyyəti yəni cahildirlər. Yəni bu qədər ayətlər gəldi, möcüzələr gəldi. Bunlar da söz verdilər, iman edəcək, iman etmədilər. Ona görə qəlblərinə nə oldu? Möhür vuruldu. Və necə ki Allah Taala buyurur İsra surəsi 59-cu ayədə: "Və ma mena'ana an nursila bil ayati illa an kazzaba bihal awwalun." Və bizim deyir, yəni ayətlər göndərməyimizədir maneəçilik olan nə oldu? Əvvəlkilərin yalanlaması idi. Əvvəlkilər yalanladılar deyə biz bunlara, yəni Qureyş müşriklərinə ayətlər göndərmədik, möcüzələr göndərmədik. Yəni kifayət möcüzələr hansı ki, yəni onları qane edəcək, yəni onlar istədikləri, yəni onlar tələb etdiklərini göndərmədik. Yoxsa ki, qane edəcək Allah Taala, yəni kifayət qədər olan ayətlər nazil edib. Amma onları qane edən, onları razı salan, onların tələbinə uyğun olan ayətləri deyir, göndərmədik. Çünki əvvəlkilər nə eləmişdi? Əvvəlkilərə göndəriləndə nə elədilər ki? Yalanladılar. Beyyənə subhanahu və teala ənəhu innəmə mənəhu ən yursilə bihə illə ən kəzzəbə bihəl əvvəlun. Və Allah Taala bəyan edir bu ayədə ki, yəni göndərməməyin səbəbi, bu ayətlərin göndərməməyin səbəbi əvvəlkilərin yalanlamasıdır. Yəni, nə oldu əvvəlkilərin yalanlaması ilə? Qəlblərinə möhür vuruldu və hamısı bütövlüklə məhv oldu, həlak oldular. Bütövlüklə qövüm həlak oldu. Fizə kəzzəbə həvlə kəzəlikə istəhəqqu əzəbəl istiasal. Və ona görə də bunlar da deyir, yalanlasaydılar, bunlara da o məhv edici, yəni bütün qövmü məhv edici əzab gələcəkdi, haqlayacaqdılar. Ona görə göndərməyib ki, bunlar yeri dibli məhv olmasınlar deyə. Bunlara rəhmət olaraqdır. Yəni, bunların belindən gələnlərə. وَرَوَى أَهْلُ التَّفْسِيرِ وَأَهْلُ الْحَدِيثِ عَنْ İbn Abbas. Necə ki, əhl-i təfsir və həmçinin əhl-i hədis İbn Abbas radiyallahu anhumadan rəvayət edirlər ki, belə demişdi: "Sələhu əhlül Məkkə ən yec'ələ ləhum safa zəhəbən." Məkkə əhli deyir, Allah Resulü sallallahu aleyhi ve sellem'dən istəyirdi ki, bu Safa dağını qızıldan etsin. Dağı dirilsin, üstündə əkinlər olsun. Əkinlər etsinlər. Fəqilə ləhu in şi'tə nəstəni bihim və in şi'tə ən nu'tiyəhumullezi səəlu. Və Allah Resulü sallallahu aleyhi ve sellemə seçim verildi. Əgər istəyirsən, gecikdirək bu halı, yəni bunlara möhlət verək, ya da istəyirsən, bunlara istədiklərini göndərək. Yəni bunların möcüzəsini. Fin kəfəru hələku. Əgər küfr etsələr, həlak olacaqlar. Əgər küfr etsələr, hamısı həlak olacaq. Kəmə hələkə mən qabləhum. Necə ki, bunlardan qabaqçılar həlak oldu. Fəqalə bəl əstəni bihim.
Yox, istəyirəm ki, onlara möhlət verilsin. Allah Resulü sallallahu əleyhi və səlləm deyir. Fəənzəlallah və ona görə Allah Teala bu ayəni nazil etdi. Və mə məna'ana an nursilə bil ayati illə an kəzzəbə bihəl əvvəlun. Və bizə deyir, mane olan ayətləri, möcüzələri göndərməyə oldu ki, əvvəlkilər yalanlamışdılar. Yəni bunlar da yalanlasaydı, bunlar da əvvəlkilər kimi, bunlar da əvvəlkilərin aqibəti gözləyirdi. Və rava İbn Əbi Hatim anil Həsən fil ayə. Və İbn Əbi Hatim rahimehullah Həsən el-Basri'dən bu ayənin təfsiri barəsində rivayet edib ki, Qalə rahmətən ləkum əyyuhəl ümmə, sizə rəhmət olaraq, ey ümmət. İnnə ləv ərsəlnə bil ayət, əgər biz bu ayətləri göndərsək, bu möcüzələri göndərsək, fəkəzzəbtum bihə, siz bunları yalanlayacaqsınız. Əsabəkum mə əsabə mən qabləkum, və sizə də deyir, sizdən qabaqkiların başına gələn gələcək, o müsibət. Və kənətil ayət tə'tihim, çünki onlara deyir, ayət, dalbadal möcüzələr gəlirdi, onlar iman etmirdilər. وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ. Yəni Rəbbindəndir onlara hər hansı bir ayət gələndə onlar bundan üz çevirirdi, irad edirdi. Yəni küfr edirdi bu ayətlərə. Və əxbərə subhanahu bi ennəl ayət tə'tihim feyu'riduna anha. Və Allah Teala xəbər verir ki, onlara ayətlər, möcüzələr gəlirdi, onlar üz çevirdilər. Laqeyd yanaşırdılar, irad edirdilər. وَأَنَّهُمْ سَيَرَوْنَ صِدْقَ مَا جَاءَتْ بِهِ الرُّسُلُ كَمَا أَهْلَكَ اللّٰهُ مَنْ كَانَ قَبْلَهُمْ بِالذُّنُوبِ. Ona görə də onlar deyir, Rəsullar göndərildiyi bir şeyin doğru olmasını deyir, mütləq görəcəklər. كَمَا أَهْلَكَ اللّٰهُ مَنْ كَانَ قَبْلَهُمْ بِالذُّنُوبِ. Necə ki, bundan qabaqki kəsləri günahlarına görə Allah həlak etmişdi. Əlləti hiyə təkzibur rusul, hansı ki bu deyir günah, Rəsullarıdır, yalanlamaq idi. Bundan ibarət idi. Finnallahə subhanahu və teala yəqul, çünki Allah subhanahu və teala bu barədə buyurur: "Və mə kana rabbuka muhlikal qura hatta yeb'asa fi ummiha rasula." Allah deyir, Rəbbin sənindir, bir qövmü həlak etməz, yəni bir şəhəri həlak etməz, bir bəldəni, ölkəni həlak etməz, ta ki onun anasına, yəni şəhərlər anasına bir rəsul göndərməyincə. Yəni şəhərləri həlak etməz, onun anasına, yəni şəhərlər anası nədir? Ummul Quradır, Məkkədir. Və əxbərə bi şiddəti kufrihim bi ennəhum ləv ənzələ aleyhim kitəbən fi qirtasin fələməsuhu beydihim ləkəzzəbu bihi. Və Allah Teala deyir, onların küfrünün şiddətini bildirərək buyurur ki, əgər onlara hətta əl toxunacaq bir kitab nazil olsaydı, kağızda, toxunurlar, gözləri ilə görürlər. Ləkəzzəbu bihi, onu belə yalanlayacaqdılar. Və beyyənə subhanahu ənəhu ləv cələ rasul mələkən ləcələhu alə surətir racül. Və həmçinin Allah Teala buyurur ki, bildirir ki, əgər mələklərdən bir rəsul göndərsəydi, onu da bir kişi şəklində, bir insan şəklində göndərəcəkdi. İzkənu la yestati'una an yarul mələkə fi suvarihim əlləti xuliqu aleyhə. Nəyə görə? Çünki onlardır bacarmazlar mələkləri yaradılmış öz əsl surətində görsünlər. Bunu bacarmazlar deyə Allah Teala onlara mələki insan surətində göndərəcəkdi. Və hineyzin yəqavul lübs aleyhim li zannihim ar-rasul bəşəran la mələkə. Və o zaman da deyir, onlar üçün deyir, bu qarşılıqlıq düşəcəkdir ki, bu insandır, yoxsa mələkdir. Yenə də nədir? Zənn edəcəklər, insandır, yalanlayacaqdılar. Və Allah Teala buyurur: "Və qalu len nu'mina laka hatta tufjira lana min al-ardi yanbu'a." Dedilər ki, İsra surəsi 90-cı ayə, biz sənə iman etməyəcəyik, ta ki səndir yerdən bir çeşmə çıxartmayınca. Yəni Məkkədə, quraqlıqda bir çeşmə çıxartmayınca yerdən. Və həzil ayət ləv ucibə iləyhə, və bu ayətlər hamısı, əgər bunun icabəti gəlsəydi, əgər bunlara icabət olunsaydı bu şeylərə, thumma lam yu'minu, sonra bunlar da iman etməsəydilər, la'atahum azabul istihsal. O zaman onlaradır məhv edicidir əzab gələcəkdir. Və hiyə la tujibul imanə bəl iqamətə lil huccə
vel-hucce qaimetun bi ghayriha. Və bu da deyir, imanı vadar etmir. Yəni, möcüzələrin göndərilməsi onları imana gətirmir. İmanı gərəkdirmir. Onlara əksinə hüccəti qaldırır. Onlara hüccəti qaldırır. Halbuki hüccət başqa şeylə də qalxa bilir də. Aydındır. Yəni, möcüzələr onlara ancaq hüccəti qaldıracaq. Heç bir iman da gətirməyəcək, bir faydalı iman da gətirməyəcək. Halbuki hüccəti başqa şeylə də qaldırmaq olur ki, əzabsız da olur. Aydındır. Və hiyə eydan mimmə lə yəsləhu və həmçinin başqa cəhətdən də yararlı deyil ki, Məkkə kimi yerdən çeşmə çıxartsın. Başqa cəhətdən yararlı deyil. Hansı cəhətdən? Deyir ki, həttə təfcürə lənə minəl-ərd yənbu'a. Deyir ki, iman etməyəcəyik ta ki, burada yerdən bir çeşmə çıxmayınca. Səhrada yəni. Quraqlıqda, Məkkə kimi yerdə. Yəqtədi təfcirəhə bi Məkkə feyəsiru vadiyən zəzər'in vallahu subhanahu və teala qada bi səbiqi hikmətihi ən cəələ beytəhu bi vadin qayri zəzər'in. Və o zaman da deyir, həmin bu vadidə əkinlər, məhsullar çıxacaq. Yəni, çeşmə olan yerdə əkinlər, məhsullar çıxacaq bu vadidə, Məkkə olan yerdə. Allah subhanahu və teala'nın hikmətinə, keçmiş bir qədərinə uyğun deyil bu, hikmətinə uyğun deyil. Çünki Allah Taala bu vadini əkinsiz etmişdi. Lə'ən lə yəkuna indahu mə tərğabun nufus fihi minəd-dünya. Çünki burada deyir, yəni elə bir şeylər olmasın ki, insanların nəfsləri dünyadan nəyəsə bağlansın burada. Məkkədə. Sırf Allah üçün gəlsinlər. Aydındır. Fəyəkunu həccihum li-dünya. Və həcci edəndə də o zaman bir növ dünyaya bağlansın, dünyaya görə gəlsin. Həm ziyarət, həm ticarət eləsin də, yəni. Aydındır. Yəni, dünyadan heç bir pay qoymayıb buradakı insanların meyli ora sırf Allah üçün olsun. Allahın hikmətindəndir. Və izə kənə ləhu cənnətun min nəxilin və inəb. Və əgər orada deyir, bostanlar olsaydı, xurma bostanları, üzüm bostanları olsaydı, kənə fi həzə minət təvassuyi fi dünya. Bu şeydə deyir, dünya cəhətdən deyir, genişlənmək olacaqdır onlar üçün. Mə yəqtədi naqsa dərəcəti. Hansı ki, bu da gətirib çıxardacaqdır, onun etdiyi ibadətinin dərəcəsini aşağı salmağa. Aydındır, sırf Allah üçün yox, qarşılacaq niyyət. Və kəzəlik izə kənə ləhu qasrun min zuxruf. Və eləcə də deyir, onun əgər bərbəzəkdən, qızıldan, qiymətli daş-qaşdan qəsri olsaydı, yəni bu cürlə möcüzə də olsaydı, yenə də iman etməyəcəkdilər, bayaq dediyimiz kimi. Əmmə isqat-ı səmə kisəfən, qaldı ki, göydən deyir, yəni parça-parça daşların yağması fəhəzə lə yəkunu illə yevmil qiyamə. Bu, yalnız deyir, qiyamət günü baş verəcək. Tökülməsi, yəni, səmanın parça-parça. Və məlityan billəhi vəl-mələkə qabilə, qaldı ki, Allahın və mələklərinin enməsi və gəlməsi, bu kimi möcüzə. Fəhəzə ləmmə səələ qavm Musa mə huvə dunəhu. Nə vaxt ki, Musanın qövmüdür, Musadan bundan da aşağısını istədi. Nə baş verdi? Əxəzəthum saiqə. Onlar hamısı bayıldılar. Bir nəfərə kimi hamısı bayıldılar. Çünki Allah Taala buyurur: "Yes'ələkə əhlul kitabi an tunəzzilə aleyhim kitaben minəs-səmə." Kitab əhli səndən nə istəyir? Ki, səmadan onlara kitab endirəsən. İndiki kitab əhli, hansı ki, Qureyşlərlə, Qureyş müşriklərlə əlbirdilər. Bunlar nə istəyirlər səndən? Göydən kitab endirəsən. Bundan qabaq bir ondan da böyük istəmişdilər. Yəni, iman etdilər? Yox. Beyyənə subhanahu ennəl müşrikinə və əhlül kitab səəluhu inzələ kitab minəs-səmə. Allah Taala bu ayədə bəyan edir ki, müşriklər və kitab əhli göydən kitab endirməyini istəyir. Və beyyənə ennə taifəteyni lə yuminun və həmçinin xəbər verir ki, bəyan edir ki, bu iki taifə müşriklər və kitab əhli lə yuminuna izə cəəhum zəlik. İman etməyəcəklər bu şey gələndə də. Və ennəhum innəmə səəluhu, bunu yalnızdır inatkarlıqla istəyiblər. İnatkarlıq edərək ki, sən rəsul deyilsən, onu sübut eləmək üçün istəyiblər. Aydındır. Fəqalə anil müşrikin və müşriklər barəsində Allah Taala buyurur: "Vəlau nəzzəlnə aleyke kitaben fi qirtas." Sənədir, hətta deyir, səmadandır, kağızda olan bir kitab nazil etsəm.
əlləri ilə toxunsalar belə yenə də iman etməzlər. Və kitab əhli barəsində isə deyir ki, fəqad səəlu Musa əkbərə min zəlik. Musadan deyir, bundan da böyüyünü istəmişdilər, aleyhissalam. Fəhum mə həzə nəqadul misəq. Və onlardan da yəni əhd alınmışdı. Musanın qövmündən əhd alınmışdı. Və onlar əhdi pozdular və ayətlərə də küfr etdilər. Və peyğəmbərləri də öldürdülər və kəni fihi minəl i'tibar və burada da onlar üçün böyük bir ibrətlər var idi. Ennellezine la yehtedun iza ja'atuhumul ayatul muqtarihə lam yakun fi maji'iha manfaatun. Və iman etməyənlər hansılar ki, bunlar üçün ibrətlər var ki, bax əvvəlkilər iman etməyənlər hansılar ki tələb etmişdilər ayətləri, la yehtedun deyir. Hidayətə çatmadılar. Yəni bu şeydə onlar üçün deyir, yəni bir ibrət var. Bəl fihə vücubu uqubətil əzab. Əksinə deyir, burada nə oldu onlar üçün? Əzabın deyir, pis aqibətidir, vacib, vadar olundu onlara. Məhv edici yəni. Bütün qövmün yəni həlak olması. İzləm yu'minu, çünki iman etmədilər. Və təqlizul əmr aleyhim. Kəmə qalə təalə fə bi zulmin minəlləzinə hədu. Necə Allah Taala buyurur? Yəni onların deyir, yəni Yahudilərin deyir, zülmünə görə biz bunları etdik. Yəni bu ibrətləri. Və ləmmə tələbəl həvariyuna minəl məsihil məidə. Həmçinin deyir, həvarilərdir Məsihdən maidə istədikləri zaman kənət minəl əyətil mucibə limən kəfərə bihə əzəbən. Yəni bu elə bir ayə idi ki, yəni süfrənin enməsi elə bir ayə idi ki, ona iman etməsəydi böyük bir əzabı vadar edəcəkdi. Yer üzündə, aləmlərdə heç kəsə verilməyən əzabı. Necə ki Allah Taala buyurur. Ləm yu'əzzibullah bihi əhədən minəl aləmin. Aləmlərdə heç kəsə belə əzab verməmiş. Elə bir əzab verəcəkdi. İman etməsəydilər. Və kənə qablə nuzulü təvrə yəhləkullahul mükəzzibin bir rusul bi əzabil istisal acilə. Və Tövrat enməmişdən qabaq fikir ver. Tövrat enməmişdən qabaq Allah Taala rəsulları yalanlayanlara məhv edici əzab göndərirdi acil olaraq. Yəni dərhal, tez olaraq. Yəni dünyasında hətta yəni axirətinə saxlamayaraq. Yəni dünyada məhv edirdi onları, həlak edirdi o qövmləri. Və əzhərəl ayət kəsirə və bir çox ayətləri yəni izhar edirdi. Ləmmə ərsələ Musa liyəbqə zikruha fil ard. Ki bunlar hamısı Musa əleyhissalam göndəriləndə yer üzündə onun xatırlaması olsun deyə, yəni bu həlak olmuş qövmlərin. Ki Musa əleyhissalam gələndə bax əvvəlki qövmlər necə həlak olmuşdu, onları dəlil kimi göstərsin. İzkənə bədə nuzuli Tevra ləm yəhliku ummə bi əzəbil istisal. Çünki Tövrat enəndən sonra, yəni bütövlüklə heç bir qövm məhv olub getməmişdi. Necə ki Allah Taala buyurur: "Və laqad ətəynə Musa'l kitəbə min ba'd mə əhləknəl qurunəl ulə." Artıq biz deyir, Musaya kitab verdik. Bundan qabaqki ilk nəsilləri həlak edəndən sonra. İlk nəsilləri həlak edəndən sonra. Qasas surəsi 43-cü ayə. Bəlkənə Bənu İsrail ləmmə kənu yəfəlunə mə yəfəlun. Əksinə deyir, Bənu İsraildir etdiklərini edəndə küfrü, asiliyi yuəzzibullahu ba'duhum və yəbqə ba'duhum. Bəzilərini əzab verirdi, bəzilərini saxlayırdı. Hamısını məhv eləmirdi. Düzdür? Kimlər ki küfrə, asiliyə düşürdü, məhz onları həlak edirdi. İzkənu lə yəttəfiquna ələl kufr. Çünki bunlar hamısı yekdil, hamısı kafir olmurdular. Bəziləri olurdu. Musa'nın qövmündən söhbət gedir. Və ləm yəzəl fil ard minhum ummətun bəqiyyətun aləs-salah. Və ona görə də onlardan yer üzündə daimə islah üzərində qalan var idi ümmətdən. Yəni Musa əleyhissalamın ümmətindən. Və Allah Taala buyurur: "Və qatta'nahu fil ardi umaman minhumus salihun və minhum dun zalik." Və biz onları yer üzündə deyir parça-parça ümmətlərə böldük. Bəziləri salihlər idi, bəziləri isə ondan savayı idi, yəni kafirlər idi. Və başqa ayədə Allah Taala buyurur: "Min əhlil kitabi ummetun qaimetun yatluna ayatillahi ana-leyli və hum yescudun." Və kitab əhlindən elələri var ki, elə bir ümmət var ki, qaimədir. Yəni qiyam üzərində, Allaha ibadət üzərindədir. Allahın ayətlərini gecə və gündüz oxuyardı və səcdəyə gedər. Və kana min hikmetihi Teala və rahmetihi lemma arsala Muhammeden sallallahu aleyhi ve sellem hatimel mursalin alla yuhlika qavmehu bi azabil istisal. Və Allahın rəhmətindən, hikmətindəndir ki, Muhammed sallallahu aleyhi ve sellem'i göndərəndə, sonuncu peyğəmbər olaraq, sonuncu rəsul olaraq göndərəndə
ki hamısını, bütün qövmü yeri dibli məhv etməsin. Allahın rəhməti və hikmətindəndir. Bəli, əzzəbə bədəhum bi ənvali əzəb. Əksinə bir növünü, yəni bir qismini müxtəlif növ əzabla əzablandırır. Necə ki, misal üçün istehza edənləri. Allah Rəsulunun istehza edənlər məşhur olan Qureyşlərin böyüklərindən 5 nəfər idi. Və hərəsi bir cür həlak oldu, məhv oldu. Necə ki, Allah Taala buyurur bu haqda: "İnnə kəfeynəkəl mustəhzin." Yəni bütün qövm yox, məhz o 5 nəfər istehza edənlər adları ilə tarixdə qalıb. Yəni onlar müxtəlif əzablarla həlak oldular. İnnə kəfeynəkə el-mustəhzin. Biz sənə yetərik istehza edənlərə qarşı. Biz sənə yetərik istehza edənlərə qarşı. Hicr surəsi 95-ci ayə. "Vəllazi da'a aleyhin Nəbi sallallahu aleyhi və səlləm en yusallita aleyhi kelben min kilabihi feftarasahu'l əsəd." Və hansı ki deyir, Allah Resulü sallallahu aleyhi və səlləm dua edir onun əleyhinə. Yəni bəddua edir ki, Allah deyir ona öz itlərindən bir iti göndərsin və onu deyir, yəni gəlir şir parçalayır. Əbu Ləhəbin oğlu. Kəmə qalə Teala: "Qul hal tarabbasun bina illa ihdal husniyeyn və nahnu natarabbasu bikum an yusibakumullahu bi'azabin min indihi." Allah Teala Tövbə surəsi 52-ci ayədə buyurur ki: "Qul hal tarabbasun bina illa ihdal husniyeyn." Siz deyir, bizi deyir, gözləyirsiniz bizdən, yəni iki hal çıxacaq bizə. Yəni müşriklərə hələ bil ki, möminlərin sözüdür. Qul, onlara de ki, həl tarabbasuna bina illə ihdəl husniyeyn. Gözləyirsinizmi bizdən iki yaxşılıqdan birini? Biri odur ki, sizi məhv edəcəyik və sizdən bizə qənimət qalacaq. Bu bizim yaxşılığıdır. Ya da ki, şəhid olacağıq, cənnətə düşəcəyik. Bu da bizə yaxşılıqdır. Və nəhnu nəterabbasu bikum. Bizsə sizdən gözlədiyimiz en yusibakumullahu bi azabin min indihi. Ki sizə deyir, Allah dərgahından bir müsibət, bir əzab gələcək. فأخبر سبحانه أنه يعذب الكفار تارة بأيدي المؤمنين بالجهاد والحدود وتارة بغير ذلك. Və Allah Taala bu ayədə bildirir ki, bax, iki yaxşılıq möminlərə qalır. Ya şəhid olur, cənnətə düşür, ya da ki, qalib gəlir, zəfər alır, qənimət əldə edir. Kafirlərə qalan nədirsə, yəni möminlərin əli ilə cihadda məhv olmaq, ya da ki, Allah Taala'nın onlara göndərdiyi bir bəla, bir əzab. Fəkən zəlik mimmə yucibu iman əksərihim kəmə cəra li Qureyş. Və bu deyir, yəni onlara da əksinə, yəni nədir? İmanı gərəkdirdi bu şey. Kəmə cəra li Qureyş və qeyrihim, necə ki Qureyş iman etdi və qeyriləri. Fə innəhu ləv əhləkəhum ləbədu. Yoxsa ki, onlar deyir, həlak olsaydılar, itib getmişdilər. Yəni kök kəsilmişdi. Və qata'til mənfəbihim, və həmin fayda da bitmiş olardı. Və ləm yəbqə ləhum zurriyyətun tu'minu bi xilafi mə əzzəbəhum bihi minəl izləli vəl qahri finnə fi zəlikə mə yucibu aczəhum və nüfus izə kənətil qadir alə kəməl əqradihə. Və deyir ki, buradakı olan hikmətlərdən odur ki, Allah Taala onların, yəni ki, bütövlüklə məhv etməməsinin hikmətindən odur ki, onların yəni bir çoxu ondan sonra iman etdilər. Düzdür? Əgər həlak olsaydılar hamısı, yəni kimlərinsə yalanladıqlarına görə, yəni zürriyyət də məhv olub gedəcəkdi. Düzdür? Yəni bu mənfəət deyir, bu fayda deyir, bitəcəkdi bu yerdə və onlardan bir zürriyyət qalmayacaqdı iman üzərində. Əks olaraq kimi ki, xas olaraq əzab verib, zəlil edib, alçaldıb, üstəliyib. Finnə fi zəlikə mə yucibu aczəhum. Əksinə, yəni burada nə var? Burada yəni onların acizliyini izhar etmək var, üzə çıxartmaq var. Və nüfus izə kənət qadirə alə kəməl əqradihə. Əgərdir nəfslərdir, öz məqsədlərinədir, tam qadir olsaydılar, kamil şəkildə qadir olsaydılar, fələ təkəd tənsərifu ənhə. Bu məqsədindən yayınmazdı. Amma onların zəlil olması, alçalması, aciz qalması neynir? Bəzən onlara səbəb olur imana gəlməsinə. Aydındır. Bi xilafi aczihə anhə fe innehu yed'uha ilə tövbə. Əksinə deyir, bu acizlik ki, onları tövbəyə vadar edir. Kəmə qilə minəl ismə əllə yəqdirə və lihəzə əmənə ammətuhum. Necə ki deyilir ki, qorunmaqdan odur ki, qorunmaqdan o şey sayılır ki,
aciz qalasan, gücün çatmaya. Bu səni qoruyur. Yəni sənin gücün çatmamaq nəyəsə başa-baş gəlməməyin sənin özünü qoruyur. Ona görə də bunların çoxsu deyir iman etmişdi. Və qad zəkarallahu fit-Tavra li Musa, necə ki Allah Taala deyir Musaya deyir Tövratda zikr etmişdi. İnni aqsi qalbə Firon fələ yu'minu bikə lituzhira ayati və acaibi. Mən deyir Fironun qəlbini deyir möhürlədim, yəni daşdırdım. Fələ yu'minu bikə. O sənə iman etməyəcək. Lituzhira ayati ki bunun səbəbi ilə mənim ayətlərim, möcüzələrim zuhur edəcək, aşkara çıxacaq və mənim yəni möhtəşəm, yəni o ayətlər, möcüzələrdə, yəni. Və bəyyənə ənə fi zəlikə minəl hikmə intişar ayət dəllə alə sidq ənbiyəhi fil ard. Və bildirir ki, bunda bir hikmət var ki, Allah Taala'nın deyir yer üzündə ayətlərinin yayılmasına, yəni şahidlər qalır da, yəni yer üzünə Allah Taala'nın ayətlərinin yayılması nəyi bildirir? Peyğəmbərlərin doğru ilə, sidqlə gəlməsini bildirir. İzə kənə Musa əxbərə bi təklimillahi ləhu və bi kitabəti Tavra ləhu fə azhərə ləhu minəl ayət mə yəbqə zikruhu fil ard. Və kənə fi dimni zəlikə min taksiyyətil qalbi Fir'on mə əvcəbə hələkəhu və hələkə qavmihi və Fir'on kənə cəhidən lissani fəlizəlikə utiyə Musa minəl ayət mə yunəsibə haləhu. Nə qədərdir? Biraz uzundur inşallah. Bölək gələn dəfəyə dayanaq burada. Həm biraz çətin olmasın. Yəni gələn dəfə bunu izah edəcəm. Dayanaq burada. Subhanakallahumma və bihamdikə əşhədu an la ilaha illə əntə əstəğfiruka və etûbü ilayk.